Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Haqqadar verilişi yenidən sizin görüşünüzə gəlib, maraqlı mövzularla və maraqlı qonaqlar dəvət etməklə istəyirik ki, vaxtınızı səmərəli keçirsəsiniz. Əgər verilişlərimiz sizi xoşunuza gəlirsə, YouTube səhifəsindən verilişlərimizi bəyənin, paylaşın. İnanın ki, hər bir bəyənməyə görə bizə böyük bir dəstək ola bilərsiniz. Bugün bir Şaban ayında olan bir hədisdən danışacağıq və bu hədis haqqında müzakirəyə ilahiyyatçı Digah Cümə Məscidinin imamı Hacı Rıza Salmanovu dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, minnətdarım. Xoş gününüz olsun. Təşəkkür edirik, təklif qəyavuz gəldiniz. Siz sağ olun. Veriliş başlarında qeyd etdiyim bir hədis haqqında. Hansı ki, bu hədis Peyğəmbər tərəfindən, Peyğəmbərimiz tərəfindən buyurulub ki, Allah rəhm etsin bu ayda mənə kömək edənlərə. Belə bir qısa deyim. Bu ətrafında bir müzakirə aparaq. Yəni, Həzrət Peyğəmbərimiz bu sözlərlə, bu kəlamlarla nə demək istərdi? Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyru nasirin və mu'in. Mən də salamlayıram sizi və əziz izləyicilərimizi. Allah bu mübarək ayı bütün möminlərə, müsəlmanlara bərəkətli eləsin. Allah bu ayın rəhmətindən, məğfirətindən, feyzindən, füyuzatından bizləri bir nəsib etməsin inşallah. Gözəl aydır, gözəl rəhmət aydır, məğfirət aydır. Şaban sözü barəsində əziz Peyğəmbərimizdən soruşuldu ki, niyə bu aya Şaban ayı deyilir? Həzrət buyurdu ki, çünki xeyirlər, insanların mənəvi ruzuları bu ayda bölünür. Şaban ayının barəsində məsumlarımızdan kifayət qədər hədislərimiz var və o hədislərin biri də qeyd elədiyimiz hədisdir. Əziz Peyğəmbərimizdən qeyd olunur ki, Şaban mənim ayımdır və Allah rəhm etsin o kəsə ki, mənim ayımda mənə kömək edəcək. Çox gözəl bir hədisdir və maraqlı izahı olan bir hədisdir. Ümumiyyətlə, hər bir şeyin nisbət tapması onun dəyərini göstərir. Bu, biz mənəvi 3 aylıq dedikdə, Peyğəmbərimizdən belə bir hədis var. Rəcəb Allahın ayıdır, Şaban mənim ayımdır, Ramazan ümmətin ayıdır. Və başqa hədisdə Ramazan ayını Allahın ayı olaraq təqdim olunur. Hər bir halda bu nisbət insanın o aya qarşı həssas olması, diqqətli olması və o aya önəm verməsini daşıyır. Və bu ayda da bütün hədislərdə demək olar, Şaban ayı Peyğəmbərə nisbət verilir. Peyğəmbərə nisbət verilməyindən və Peyğəmbərin bizdən bu ayda kömək istəməsindən başa düşülən budur ki, əziz Peyğəmbərimizin ən əsas missiyası, ən əsas hədəfi var idi. Təbii ki, bütün Peyğəmbərlərin gəlişində bir səbəb var idi və o cümlədən də bizim Peyğəmbərimizin gəlişində səbəb Quranın neçə-neçə ayəsində açıqlanmaqdadır ki, Peyğəmbər insanlara gəlib, insanlara haqqı çatdırsın, Allaha tərəf dəvət eləsin, Allaha tərəf yetişdirsin. Yüzəkkihim və yuallimuhumul kitabə vəl hikmə. Və əsas missiya bu idi. İnsanları paçlasın və onlara kitabı, Quranı və hikməti təlim eləsin. Peyğəmbərin əsas hədəfi bu idi. İnsanların paçlaşması, insanların mənəvi təskiyə olunması, insanların günahdan uzaqlaşması, insanların paç fitrətinə dönüş etməsi. Və görsənən də budur ki, Peyğəmbərimizin bu istəyi Şaban ayında daha asan gerçəkləşə bilir. Və sanki Peyğəmbər bu işi, bu missiyanı görməklə yanaşı, bizdən də ona kömək etməyimizi istəyir. Yəni biz bu ayda özümüzü paçlamaqla və bir sıra işlər görəcəyik ki, Şaban ayında bizə tövsiyə edir Həzrət. O işləri görməklə biz Peyğəmbərə kömək etmiş sayılırıq. Məsələn, biz tövbə etməklə, baxmayaraq ki, tövbə etdikdə günahlarımız bağışlanacaq və Allahın bizə rəhməti şamil olacaq və bizi cənnətinə aparacaq. Amma eyni zamanda da Peyğəmbərə yardım etmiş sayılırıq. Çünki Peyğəmbər də buna xatir gəlmişdi ki, bizi paçlasın, bizim cənnətə getməyimizə vəsilə olsun. Və ona görə Həzrət Allah rəhm etsin o kəsə ki, mənə bu ayda kömək edir. Peyğəmbərin ilk öncə hər şeydən əvvəl insan düşünür ki, bu ayda insan tövbə etməklə, bu ayda özünü islah etməklə
mənəvi dərəcələrə yetişməsindən öncə bir peyğəmbər duasını da üstündə qəbul eləyir. Yəni bir peyğəmbər duası da o şəxsin halına şamil olur. Düzdür, hər vaxt insan tövbə eləyə bilər. Hər vaxt bu sayılacaq, sadalanacaq əməlləri yerinə yetirə bilər. Amma xüsusilə Şəban ayında və belə bir hədisdə var ki, İmam Səccad əleyhissalam Şəban ayında öz xidmətçilərin yığardı, toplayardı bir yerə. Buyurardı ki, peyğəmbərin razılığı üçün, peyğəmbərin qəlbini şad etmək üçün və Allaha xatir bu ayda çoxlu istiğfar eləyin. Yəni burada qarışdırılmamalıdır. Yəni biz əməlləri Allaha xatir edirik. Sadəcə necə biz yaxşı bir iş gördükdə bizim valideynimiz sevinir, biz onun qəlbində bir fərəh yaradırıq, bizlə fəxr eləyə bilir, bizə daha çox diqqət göstərə bilir, bizə daha çox qayğı göstərə bilir və eyni zamanda da bizim bu ayda əməllərimizin yaxşılaşması və bizim bu ayda özümüzü islah etməyə cəhdimiz Peyğəmbəri xoşhal eləyir və vasitələrdən biri də budur. Yəni əslində biz başlanğıc olaraq, hərəkət olaraq bir nöqtədən başlamalıyıqsa, bizi sanki təşviq eləyirlər ki, sizin bir Peyğəmbəriniz var və sizin ki, Quranda neçə-neçə ayələrdə biz onlara toxunmuruq, yəni zamanın, vaxtın qısalığını nəzərə alaraq. Yəni Peyğəmbər hərisun əleykum, sizə qarşı çox hərisdir, yəni sizin iman gətirməyinizə, sizin haqqa gəlməyinizə, sizin islah olmağınıza və bil-müminə rauf, möminlərə qarşı rəhimlidir, raufdir, mehribandır. Və bu missiya ki, Peyğəmbər daşıyırdı insanların hidayəti üçün və əlindən gələni də edirdi, bizim özümüzü islah etməyimiz, bizim öz aqibətimiz barəsində hər hansı bir addım atmağımız təbii ki, Peyğəmbərə də kömək etmiş sayılırıq. Hansı vasitələr? Təbii ki, Peyğəmbər Şaban ayı barəsində müxtəlif hədislərdə bu ayın əməllərini sayır. Birinci növbədə istiğfar etmək. Yəni, Allahdan bağışlanmaq diləmək. Allahdan bağışlanmaq diləmək bu ayın ən gözəl əməllərindəndir. Və İmam Sadiq əleyhissalamdan bir şəxs soruşdu ki, Şaban ayının ən üstün əməli hansıdır? Həzrət buyurdu ki, istiğfar etmək və sədəqə vermək. Bu ayda ikinci tövsiyə olunan əməl bizdən sədəqə verməkdir. Sədəqə verərək insan həm maddi, həm mənəvi bəlalardan özünü sığortalamış olur. Və eyni zamanda istiğfar etmək, sədəqə vermək və xüsusilə də Şaban ayında oruç tutmaq. Ki, bunu başqa bir hədisində də Həzrət vurğulayır. Buyurur ki, Şaban mənim ayımdır və hər kəs istəyirsə qiyamət günü mən ona şəfaətçi olum, bu ayda oruç tutsun. Yəni, sanki Peyğəmbərin qiyamət günündə bizə yaxın olması və bizim dadımıza çatması üçün elə bil dənizdə bir nəfər boğulur, bir nəfər də baxır bunun bu vəziyyətinə, halı acıyır və istəyir ona yardım eləsin. Buna ilkin yardımı göstərmək üçün ən azından bunun özünün oradan çıxmağa çalışmasıdır. Çalışmaq hissidir. Yəni, ən azı məsələn, çölə tərəf əlini uzatmasıdır, yardım istəməsidir. Və bu kifayət eləyir bir mərhələdə ki, insan onun əlindən tutsun. Və bizdən də sanki istəyib diqqətli olaq, günah elə bir şeydir ki, insan bir müddət günaha aludə olduqdan sonra artıq günahın məst halına düşür və fərqinə varmır günah etdiyini. Fərqinə varmadığı hal daha qorxunc olur. Çünki o boğulub və boğulmağın hiss eləməyən insana çevrilir. Və sanki bu sözü ilə Həzrət bizi istəyir ki, bildirək ki, qarşıda böyük bir ilahi ziyafət gəlir, böyük bir ay gəlir, Allahın ayı gəlir, əzəmətli Ramazan ayı gəlir və Allahın qonağı olacaqsınız, o süfrəyə dəvət almışsınız və o süfrədə əyləşə bilmək üçün bu Rəcəb, Şəban və Ramazanın ki, bu üçü yanaşıdır və müqəddəs 3 aylıq və mənəvi 3 aylıq hesab olunur. Sanki Rəcəb və Şaban insanın təmizlənib, paçlanıb və daha sonra səliqəli şəkildə bəzənib, geyinib və ilahi ziyafətə hazır olaraq əyləşməsidir. Və xüsusilə orucunu qeyd elədik ki, əziz Peyğəmbərimizdən nəql olunur ki, Şaban ayında oruç tutun və çox tövsiyə ediblər və maraqlıdır, bir neçə hədis var ki, Şaban ayının orucunun fəziləti haqqında və onun dünya və axirət
faydaları haqqında. Siz sual Elə oldu, verərsiniz. elə onu sual verəcəkdim elə. Yəni bu ayın orucu, bu necə olur? Hansı məlumat verə bilərsiniz bu barədə? Bəli, insan onu əvvəla qeyd edək ki, Şaban ayında hər bir kəs istər boynunda qəza orucu olsun, istər başqa digər vacib oruclar olsun və yaxud da bu orucu boynunda qəzası, kəffarəsi və nəzri olmayan şəxs də Şaban ayında oruç tuta bilər. Sadəcə boynunda qəzası olan və başqa vacib səbəbə görə orucu ona vacib olan şəxs o niyyətə oruç tutacaq. Qəzası olan qəza niyyətə tutacaq. Həm qəzasından hesab olunacaq, həm də Şaban ayında tutmağın fəzilətini əldə edəcək. Və bu qəzası və vacib boynunda orucu olmayan şəxs isə müstəhəb niyyəti ilə Şaban ayında müstəhəb. Hazır necə bilmək olar? Məsəl üçün qəzası var bu adamın. Şəxsin özü bilir. Yəni məsələn, həddi buluğa çatdığı zamandan, həddi buluğa yetişdiyi vaxtdan, məsələn təqribən 14 yaşından bu tərəfə Ramazan aylarında, Ramazanda oruç tutmayan şəxs boynunda artıq o illərin qəzası qalır. Və nə vaxt ki, məsələn, namaza başlayıb, deyək ki, 2 il, 3 il daha sonra, həddi buluqdan sonra başlayıb və artıq o 3 il boynunda qəza olaraq qalır. Yəni, gərək o orucları qəza şəklində yerinə yetirsin. İndi əgər bir nəfərin ibadətə gec gəlməsi ilə boynunda keçmiş illərdən qəzası varsa, bu şəxs Şaban ayında qəza niyyəti edərək orucunu tutmalıdır. Yəni, qəzası olan şəxs müstəhəb oruca niyyət edə bilməz. Bu, fiqhi, şəri bir dənə məsələmizdir. Amma hər bir halda istər qəza orucunu tutsun, istər müstəhəb oruc tutsun, bu ayın orucunun xüsusi faydaları var. Həm dünya, həm axirət faydaları. Mən 2 hədis inşallah xidmət özə istəyirəm, çatdıram, qeyd eləyəm. İmam Sadiq əleyhissalamdan da bir hədis buyurur ki, Siyam-ı Şəban zuhurun lil-əbdi yevməl qiyamə. Qiyamət günü insanın ən dadına tez çatan və insana o axirət azuqələrinin içində tədarük elədiyi ən zəngin azuqə Şaban orucudur. Zuhurun lil-əbdi yevmə. Qiyamət günü ən gözəl ehtiyat hissəsidir insanın. Ehtiyatda olan ən dəyərli bir nemətdir insansın. Və qiyamətdə çox çətin bir anlar, çox çətin mərhələlər var və insanın oradakı ehtiyacları dünya ehtiyacları ilə qətiyyən müqayisə olunmazdır. Görsənən budur ki, bu sözü ilə məsum istəyir deyə ki, yəni bir insanın qiyamət günündə ən çox dadına çatan, ən çox harayına gələn və insanı şad eləyən və insanı o halda razı salan əməli Şaban ayına önəm verməsi və Şaban ayında oruç tutmasıdır. Və sonra Həzrət buyurur ki, bu orucun tək axirətlə yox, hətta dünyavızla əlaqəsi var. Əsləhallahu ləhu əmrə məişətihi. Şaban ayında tutulan oruc məişət problemlərini, yəni dünyadakı müəyyən çətinliklərimizi aradan qaldıra bilir. Əsləhallahu ləhu əmrə məişətihi. Allah onun gündəlik həyat tərzində olan çətinlikləri aradan qalxızar. Əgər Şaban ayında oruç tutsa. Sonra Həzrət buyurur ki, və kəfahu şərrə əduvvihi. Və bu orucun gücü var, qüdrəti var. İnsanı düşməninin şərrindən qoruya bilir. Yəni, insanı düşmənin şərrindən qoruya bilirsə, mütləq olaraq burada düşmən sözü keçirsə, insanın ən böyük düşməni iblisdir məsələn, şeytandır. İnsanın ən böyük düşməni insanın nəfsidir. Və daha sonra o zahiri düşmənləri biz burada mülahizə eləyə bilərik. Və kəfahu şərrə əduvvihi. Və bu orucun faydalarından biri də bizə, dünyəvi faydalarından biri də bizə budur ki, bizim dünyada əmniyyətimizi sağlayır. Bizim dünyada toxunulmamazlığımızı təmin eləyir. Bizi düşmənin hər növ hiləsindən, məkrindən hifz eləyə bilir. Çox gözəl təsirə malikdir. Və daha sonra digər bir hədisdə Həzrət buyurur ki, Savmu Şəban bi vəsavisi sədr. Şaban ayının orucu insanı vəsvəsələrdən azad edir. İnsanı o fikrində, xəyalında, düşüncəsində, əqidəsi ilə bağlı olur. Məsələn, insanlar, möminlər bilirlər,
Yəni bir çoxu da bundan rastlaşıb və biz də tanıyırdıq, bilirdik. Bəzi insanlar var, bu vəsvəsə xəstəliyinə tutulur. Məsələn, dəstəmaz almaqda, qüsul almaqda, hər hansı bir şeyin paçlığında ya napaçlığında, hər bir halda müəyyən düşüncələrdə, məsələn, insan vəsvəsəyə qapıla bilər ki, bu şeytanın vəsvəsəsidir və maraqlıdır, Şaban ayının orucu vəsvəsələrin belə dərmanıdır. Yəni, insan vəsvəsələrə qapılırsa, o vəsvəsədən əziyyət çəkən insanlar Şaban ayından oruç tutaraq o vəsvəsələrdən də azad ola bilir və bəlabilil qəlb buyurur ki, Şaban ayının orucunun bir faydası da budur ki, qəlb pərişanlığını götürür. Yəni, hazırki həyatımızda nə qədər insan psixoloqa müraciət edir, nə qədər insan özünün mənəvi sıxıntısından, özündə depressiyalardan, özünə inamsızlıqdan, nə qədər insan bu xəstəliyin nəticəsində intihara cəhd edib. Baxın, ən gözəl dərmanlardan biri də Şaban ayının orucudur. Yəni, insanın o daxili boşluğunu təmin edə bilir. İnsanı o içərisində özünə qarşı olan o inamsızlığını, insanın özünə qarşı olan o aciz baxışlarını aradan qaldıra bilir və insanın qəlbini gücləndirir, insanın imanını gücləndirir. Ki, bu faydalar hədislərdə Şaban ayı haqqında qeyd olur. Şaban ayının özü bu haqda danışmaq çox genişdir acı və inanırıq ki, bu qısa müddət ərzində bir nəticə çıxarar izləyicilərimiz. Biz təşəkkürümüzü bildiririk. Biz də təşəkkür edirik. Çox sağ olun. Minnətdarım. Buyurun. Belə izləyicilər, bir verilişin sonuna gəlib çatdıq. Qısa da olsa inanırıq ki, mövzu xoşunuza gəldi. Belədirsə, verilişimizi bəyənin, paylaşın, dəstək olun bizə. Şaban ayında bəzi hədislərə toxunduq və müzakirə üçün verilişlərimizə mövzumuz Şaban ayıdır. Bəzi verilişdə bəzi hədislərə toxunduq. Müzakirə üçün verilişimizə digər Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Rıza Salmanovu dəvət etmişdik. Sizə Pəmir Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah'a əmanət. Sağ olun.